Salam xanımlar, hər vaxtınız xeyir olsun. Bilirəm ki, çoxdan da buralarda yoxam. Darıxan bəzi istəyicilərim var. Videolarımın da əksəriyyətini demək olar ki, hamısını silmişəm. Bəzi problemlərim var idi. Bu haqda çox məlumat vermək istəmirəm sizə. Amma çalışacağım ki, bu gündən sonra sizin üçün düzənli olaraq video paylaşam. Bu olmadığım müddətdə qızlar, bilirdiniz ki, evimizdə təmir gedir. Təmir deyərkən evimizin qapısını ayırmışdıq deyə pilləkən tikdik, balkonumuzu düzənlədik. Hələ də təmir davam edir, yəni bitməyib. Qızlar artıq 4 aydır, çox yorulmuşam, çox bunalmışam. Hər yer toz, torpaq, evin təmizliyi qalmır. İndi gündəlik ancaq qabları yeri yavaşdır, yüngül tozal. Bu işlərlə məşğulam, heç bir işi dərindən görə bilmirəm. İstəsəm də heç cür alandıra bilmirəm. Bu arada qızlar, bu yaxınlarda Dubaya getdim, gəldim bir həftəlik. Sizin üçün vlog çəkə bilmədim, çünki artıq vlog çəkmək istəmirdim. Yəni artıq dedim ki, getməyəcəm. Qızlar, həm videolar çəkirəm, baxış sayı az gəlir, insan həvəsdən düşür, bəyənmək yoxdur. Nə biləm, düşündüm ki, yəqin ki, maraqsızdır, çəkməyim. Amma baxdım ki, bəzi izləyicilərim var ki, hansı ki, məndən video istəyirlər, video gözləyirlər. Dedim ki, onları intizarda qoymayım. Ara sıra bir neçə short videosu